20 aprel 9-cu sinif buraxılışının ingilis dili suallarının izahı. 13-cü suala baxırıq. 13-cü sualda uşaqlar by sözündən bunun passive voice məhsul növdə olduğunu görürük. To be plus verbi axtarmalıyıq. Sonra mübtədamıza baxırıq. Money sayılmayan tək isimdir. To be plus verbi-də biz deməli xəbəri tək olanları saxlamalıyıq. C, B, D, E to be plus verbi-dir, amma C və D-nin xəbəri cəmdir. Ona görə onları çıxaraq. Yerdə B və E arasında qalırıq. E-də isə is found indiki zaman, gave keçmiş zaman uzlaşması olmadığına görə cavabın B variantıdır. 14-də honest, vicdanlı, patient, səbirli, creative, yaradıcıdır. Artıq onu uyğunlaşdırarsınız. 15-də isə the information in those books bu kitabdakı məlumatdan söhbət gedir və books sözünə aldadıb cəmləri saxlanmayın. Burada cəmləri çıxırıq, təklər qalır. Is və was 2 və 5 doğru variantdır. 16-cı sualda isə uşaqlar, deməli, qaydasız isimlərin cəmidə təklər kimi düzəlir. Necə? Məsələn, E variantı və D variantı səhvdir. Biz dedik ki, təklər kimi düzəlir. Yəni, A, B, C, hələ A, B, C arasında qalırıq. Məsələn, baxıram, A variantında mən, mən cəmdədir, amma this təkdədir. A variantını çıxdı. B variantında isə mən təkdədir, this cəmdədir. Ona görə B variantında çıxdım. Yerdə C variantı doğru variant olaraq qalır uşaqlar. Deməli, 17-ci suala baxaq. 17-ci sualda biz bilirik ki, modal sözdən sonra to gəlməz. A və C variantını çıxırıq, amma bu qaydaya have to və ought to istisna olduğuna görə B-nin yanında have-in də sonunda to olmadığına görə çıxırıq. Ondan sonra deyək ki, my mother is very tired. Mənim anam yorğundursa, I help her. Mən ona kömək etməliyəm. Düzdürmü? İnkarlıq bildirən D variantında çıxırıq. Yerdə E variantı must qalır. 18-ci sualda isə biz yenə məhsul növü tapmalıyıq. Biz bilirik ki, məhsul növ to be plus verb-dir. Burada isə siz seçə bilərsiniz A və D variantı arasında. Amma unutmayın ki, A variantı my hobby is collecting the coins. Deməli, mənim hobim coinləri toplamaqdır. Yəni, burada to be plus verb deyə bir şey yoxdur. Amma D var, həm də olsaydı və sonda id olardı, ing olmayardı. D-də isə cotton is planted in different parts of Azərbaycan. Pambıq Azərbaycanın müxtəlif ərazilərində yetişdirilir mənasındadır. Növbəti izah isə part 2-də.